Salam dostlar, son vaxtlar əsas diqqət çəkiləsi məsələ qaz yanacaq növünə işləyən maşınlarıdır və bildiyiniz kimi bu yaxında qazla işləyən maşınların birində partlayış hadisəsi baş verdi və beləliklə bu məsələ yenidən aktuallaşdı. İlk öncə bildirim ki, ölkəyə gətirilən nəqliyyat vasitələrinin əksəriyyətində qaz quraşdırılması ölkə daxili müxtəlif servislərdə həyata keçir və bu 5 mərhələli şəkildə aparılır. Yəni 5 proses gedir burada. Birinci, bagaj hissəyə qaz balonu yerləşdirilir, daha sonra mühərrikə xəttlər atılır, yəni plastik və metal borular ola bilər bu. Daha sonra reduktor cihazı quraşdırılır, qazda və mühərrikdə olan təzyiqi eyniləşdirir. Yeni injektorlar quraşdırılır və elektron idarəetmə sistemi nəticəsində qazın mühərrikə çatdırılması təmin edilir. Qaz yanacaq növünə təcrid olunmuş maşınlarda ən böyük təhlükə, ümumiyyətlə təhlükə iki aspektdən yanaşmaq olar. Birinci, texniki tərəfidir, ikinci isə insan həyatı və sağlamlığına zərər vuran məsələdir. Əsas məsələ insan həyat və fəaliyyətinə zərər verə biləcək məsələdir ki, bu partlayış və yanğın məsələsi və zəhərlənmə məsələsidir. Partlayış, yanğın və zəhərlənmə hansı şəraitdə baş verir və necə baş verə bilər? Əsas səbəb kimi qaz balonu və borularda sızmanın baş verməsidir və bu sızmaya səbəb kimi qaz balonu və boruların keyfiyyətsiz olması, korroziya uğraması və müxtəlif zədələr, qəzalar nəticəsində, daha doğrusu qəzalar nəticəsində və yaxud da hər hansı bir səbəb nəticəsində boru və balonların zədə görməsidir. Bu zədələr nəticəsində həmin hissələrdə sızma baş verir və nəticədə partlayış, yanğın və insanın zəhərlənməsi baş verə bilər. Həmin bu sızmaların qarşısını almaq üçün 3 tədbir mütləq şəkildə görülməlidir. Birinci, qaz sızmasını ölçən cihaz quraşdırılmalıdır, hansı ki sürücüyə bu xəbərdarlıq edir. İkinci məsələ, qaz balonunun ətrafı boş olmalı, havalandırması yaxşı aparılmalı. Üçüncü məsələ isə periodik olaraq nəqliyyat vasitəsinin ustaya aparılması, yəni texniki baxış keçirilməsidir. Bu üç tədbir təhlükəsizlik baxımından önləyici tədbirlərdir və sürücüləri və sərnişinləri, ətrafdakı olan insanları təhlükədən qorumuş olur.